Tamam, bugün 2 Avqust BB kateqoriyasına aid sualların izahına baxırıq. Demək, birinci sualdan başlayaq. Birinci sualda deyir ki, hansı sırada həm kökü, həm də başlanğıc forması isim olan sözlər işlənmişdir? Başlanğıc forma qrammatik şəkilçiyə qədər olan hissədir. Yəni ki, başlanğıc formada mütləq leksik şəkilçi olmalıdır. Leksik şəkilçiyə yeni bir məna yaradan şəkilçilərdir. İndi baxaq A variantına. Yorğanca, yorğan ismindən yorğança ismi yaranıb. Sir ismindən sirdaş ismi yaranıb. Yeni bir məna yaratdığı üçün daş və ça şəkilçisi leksik şəkilçilərdir və kökləri də isimdir. Nə yorğan, nə sir isimdir. Ona görə cavabımız A variantıdır. Baxaq B variantına. Tapşırmaq feilindən tapşırıq ismi yaranıb. Artıq kökü feil olduğu üçün bizim şərtimizi ödəmir. Ona görə B variantı səhvdir. Biçinci sözündə biçmək feilidir. Biçmək feilindən biçin ismindən biçinci ismi yaranıb. Kökü feil olduğu üçün artıq yenə də başlanğıc forma yəni şərtimizi ödəməyəcək. C variantı da səhvdir. Qazanc sözünün kökü qazanmaq feilidir. Qazanırıq ki, qazanc əldə edirik. Bu zaman yenə qazanmaq feilidir. Kök artıq şərtimizi ödəmədi. Çünki şərtdə bizə deyir ki, kökü də isim olmalıdır. İndi baxırıq görüş sözünə. Görüş sözündə görmək feilindən görüş ismi yaranır. Yenə də kök feil olduğu üçün artıq bizim şərtimiz ödəmir. Əkinci sözündə isə əkli feil, beşlik sözündə beş saydı. Artıq yenə şərtlərimiz ödəmir. Və cavabımız elə A variantı. Baxaq ikinci sual.